Vaxt itirmədən 13 aprel-19 aprel həftəsi üçün həftəlik bürc proqnozlarına dərhal Qoç bürcündən başlayaq. Ardınca isə sırasıyla Buğa, Əkizlər, Xərçəng, Şir, Qız, Tərəzi, Əqrəb, Oxatan, Oğlaq, Dolça və Balıq bürcləri üçün də proqnozlarımı sizinlə paylaşacağam. Əziz Qoçlar və yüksələn Qoçlar. Bu həftə sizin üçün sanki bir oyanış və hazırlıq mərhələsidir. Həftəyə sosial çevrənizin aktiv təsiri ilə başlasanız da, daxilinizdə fərqli bir hiss var. Sanki nəyəsə hazırlaşırsınız. İnsanların içində olsanız belə, əslində öz daxili dünyanıza çəkilmək, plan qurmaq və özünüzlə tək qalmaq istəyiniz daha da artacaq. Çünki göy üzü sizi ciddi bir başlanğıca hazırlayır. Həftənin ortasından etibarən xüsusilə zehni olaraq sürətlənirsiniz. Merkürün bürcünüzə keçməsi ilə birlikdə ağlınızda dolaşan fikirlər, uzun zamandır düşündüyünüz planlar artıq konkret formaya düşmək istəyəcək. İçinizdə topladığınız nə varsa, onu ifadə etmək, danışmaq və hərəkətə keçirmək arzunuz güclənəcək. Artıq başlayıram dediyiniz nöqtəyə çox yaxınsınız. Amma burada vacib bir detal var. Bu dövr ağlıma gəldi, etdim oldu dövrü deyil. Bəli, siz təbiətcə sürətlisiniz, instinktləriniz güclüdür. Amma bu həftə və qarşıdakı dövr sizdən daha planlı, strateji və şüurlu davranmağı tələb edir. Plansız addımlar sizi yarı yolda qoya bilər. Buna görə səbirsizlik əvəzinə möhkəm addımlar atmağı öyrənməlisiniz. Bu hazırlığın zirvəsi isə Qoç yeni ayı ilə gələcək. Bu yeni ay adi bir başlanğıc deyil. Bu sizin kimliyinizi yenidən yazdığınız bir mərhələdir. Özünüzü, duruşunuzu, həyata baxışınızı, hətta xarici görünüşünüzü belə dəyişmək istəyə bilərsiniz. Mən kiməm? Nə istəyirəm? Hara gedirəm suallarına çox daha aydın cavablar verməyə başlayacaqsınız. Və ən önəmlisi, artıq başqalarının gözləntilərinə görə deyil, öz həqiqətinizə görə hərəkət etməlisiniz. Bu həftə sizə belə bir mesaj verilir. Ya həqiqətən başlayırsan, ya da yenə təxirə salırsan. Göy üzü sizi komfort zonanızdan çıxarır. Təxirə saldığınız nə varsa, üzləşməli olduğunuz hər şeyi qarşınıza çıxarır. Bu müddətdə iş və karyera sahəsində də güclü dəstəklər var. Xüsusilə Venera ilə Yupiter arasındakı uyğun təsir, iş həyatınızda fürsətlər, dəstək və görünürlük gətirə bilər. Etdiyiniz işlər fərq edilə bilər. Birinin tövsiyəsi ilə yeni qapılar açıla bilər və ya gözlədiyiniz bir məsələ sürət qazana bilər. Amma burada kritik nöqtə budur. Özünüzə inansanız, bu təsir böyüyəcək. Şübhəyə düşsəniz, geri çəkilsəniz, bu axın zəifləyəcək. Bu səbəbdən özünüzü kiçiltmək və ya görəsən bacararamı demək, bu həftənin ən böyük tələsidir. Həftənin ortasında xüsusilə komanda işi və əməkdaşlıqlar ön plana çıxır. Hər şeyi tək başına etmək məcburiyyətində deyilsiniz. Doğru insanlarla bir araya gəlmək sizi daha sürətlə irəli apara bilər. Bir dostunuzun fikri, bir iş yoldaşınızın dəstəyi və ya bir tanışın yönləndirməsi həyatınızda mühüm bir qapı aça bilər. Amma egoya diqqət. Lider olmaq başqa şeydir. Hər şeyi tək başına etməyə çalışmaq başqa. Ailə və şəxsi həyat tərəfdə isə balans qurmalı olduğunuz bir dövrbəsiniz. İş həyatınızdakı aktivlik sizi sevdiklərinizdən uzaqlaşdıra bilər. Bu da məni ihmal edirsən kimi kiçik incikliklərə səbəb ola bilər. Buna görə zaman idarəsi çox vacibdir. Sevdiklərinizə yer ayırsanız, hər şey daha rahat axar. Digər tərəfdən bu həftə biraz da özünə dönmə həftəsidir. Son həftələrdə münasibətlər ön plandaydı. İndi isə mən nə istəyirəm sualı daha ağır basır. Bu da sizi daha fərdi, hətta biraz daha özünüzə yönəlmiş edə bilər. Amma bu pis deyil. Bu, özünüzü yenidən qurma mərhələsidir. Maliyyə mövzularında isə diqqətli olmalı olduğunuz bir dövrdəsiniz. Gəlir-xərc balansınızı nəzərdən keçirmək, plan qurmaq və lazımsız xərclərdən qaçmaq vacibdir. Çünki gələn fürsətləri düzgün dəyərləndirmək üçün möhkəm bir zəmin lazımdır. Sağlamlıq baxımından isə bir qədər həssaslıq ola bilər. Xüsusilə yorğunluq, baş ağrısı, yuxu pozuntuları və ya stresslə bağlı təsirlər arta bilər. İmmunitetiniz bir qədər zəifləyə bilər. Tam başlayıram dediyiniz anda kiçik bir gecikmə olsa, motivasiyanızı itirməyin. Bu müvəqqətidir. Və bəlkə də ən vacib mövzu, intuisiya. Bu həftə daxili səsiniz çox güclüdür. Məntiqiniz qədər intuisiyanıza da güvənməlisiniz. Kənardan gələn səslər sizi çaşdıra bilər. Amma doğru yolu əslində daxilinizdə bilirsiniz.
Ümumilikdə, bu həftə sizin üçün hazırlıq, fərqindəlik və güclü bir başlanğıcın astanasıdır. Və unutmayın, həqiqi liderlik yalnız sürətli olmaq deyil, doğru zamanda doğru addımı ata bilməkdir. Əziz buğalar və yüksələn buğalar. Son günlərin hərəkətli enerjisindən sonra bu həftə biraz daha fərqli bir ritmə keçirsiniz. Həftə sonu daha çox çöldə olmuş, sevdiklərinizlə vaxt keçirmiş, bəlkə də ailənizlə bir araya gəlmiş ola bilərsiniz. İndi isə diqqətiniz yavaş-yavaş sosial çevrənizə, dostluqlarınıza və uzun müddətli planlarınıza yönəlir. Uzun zamandır laqeyd yanaşdığınız dostlarla əlaqə saxlaya, gələcəyə dair planlarınızı yenidən formalaşdırmaq istəyə bilərsiniz. Bu həftə həyatı daha rahat, daha yüngül bir baxışla yaşamaq istəyiniz yüksəkdir. Amma bu rahatlıq sizi aldatmasın. Çünki göy üzü sizə əslində tələsmə, böyük addımlar üçün doğru zaman deyil mesajı verir. Xüsusilə Mars və Neptun təsiri bəzi mövzularda sizi həddindən artıq xəyalpərəst edə bilər. İnsanlara tez güvənə, deyilənlərə asanlıqla inana bilərsiniz. Buna görə kimlərlə ünsiyyət qurduğunuza və kimlərin sizi yönləndirdiyinə diqqət etməyiniz çox vacibdir. Xüsusilə spiritüel mövzular, emosional qərarlar və ya çox yaxşı fürsət kimi görünən hallarda ehtiyatlı olun. Bu həftə intuisiya və təsəvvür gücünüz olduqca güclüdür. Hətta yuxularınız belə sizə mesaj verə bilər. Amma hər hiss etdiyinizin gerçək olmadığını da unutmayın. Ayaqlarınızı yerə möhkəm basmaq bu həftənin əsas açarlarından biridir. Münasibəti olan buğalar üçün həyat yoldaşı və ya partnyorla bağlı bəzi mövzular gündəmə gələ bilər. Onun işi, sağlamlığı və ya məsuliyyətləri ilə maraqlanmağınız lazım gələ bilər. Bu müddətdə dəstək olmaq vacibdir, amma özünüzü tam arxa plana atmamaya da diqqət edin. Həftənin ortasından etibarən zehni olaraq biraz daha içə qapanmaq istəyiniz arta bilər. Xarici dünyadan çox öz içinizə yönəlmək, tək qalmaq və düşünmək sizə yaxşı təsir edəcək. Əgər imkanınız varsa, qısa bir səfər, xüsusilə xariclə bağlı planlar və ya fərqli mədəniyyətlərlə təmas ruhunuza yaxşı gələ bilər. Amma bu həftənin ən önəmli vurğusu dayanmaq və hazırlaşmaqdır. Çünki göy üzü sizi böyük bir dəyişimə hazırlayır. Qoç yeni ayı sizin ən dərin sahənizdə baş verir. Bu yeni ay xarici dünyada böyük başlanğıclar üçün deyil, daxili dünyanızda təmizlənmə üçün gəlir. Yəni bu bir başlama yox, bir buraxma mərhələsidir. Keçmişdən gələn incikliklər, bağışlaya bilmədiyiniz insanlar, içinizdə daşıdığınız qorxular və özünüzə qoyduğunuz görünməz sərhədlər. Hamısı bu dövrdə fərq edilmək və şəfa tapmaq istəyir. Daxilinizdə baş verənləri bastırmaq əvəzinə onları anlamağa çalışın. Çünki bu üzləşmələr sizi yüngülləşdirəcək. Güclü görünmək məcburiyyətindəyəmmi? Sualını özünüzə verməyin vaxtıdır. Kənardan çox güclü görünə bilərsiniz, amma daxilinizdə yorulan bir tərəf var. Bu həftə məhz o tərəfi sağaltma həftəsidir. İş və karyera sahəsində isə diqqətli və strateji davransanız, gözəl fürsətlər əldə edə bilərsiniz. Xüsusilə detallara həddindən artıq ilişib, böyük mənzərəni qaçırmamağa çalışın. Nizam-intizamlı hərəkət etsəniz, vacib əməkdaşlıqlar və yeni əlaqələr gündəmə gələ bilər. Bu da qazancınızı artıracaq qapılar aça bilər. Venera ilə Yupiter arasındakı uyğun təsir sizə görünməyən bir dəstək verir. Bəlkə çox böyük görünməyən, amma sizi rahatladan inkişaflar yaşaya bilərsiniz. Gözlədiyiniz bir ödəniş gələ bilər, bir borc bağlana bilər və ya birindən dəstək görə bilərsiniz. Daxili olaraq hər şey düzəlir hissi güclənə bilər. Amma bu rahatlığı arxayınlığa çevirməmək vacibdir. Çünki sınağınız hələ bitməyib. Ünsiyyət sahəsində xüsusilə həftənin ortasında diqqətli olun. Lazımsız mübahisələrə çəkilə bilərsiniz. Haqlı ikən haqsız vəziyyətə düşməmək üçün bəzən geri çəkilmək, susmaq və müşahidə etmək daha doğru olar. Səbir sizin təbiətinizdə var. Bu gücünüzdən istifadə edin. Ailə mövzusunda isə sizdən dəstək gözləyən biri ola bilər. Emosional olaraq yanlarında olmağınızı istəyən insanlar gündəmə gələ bilər. Bu dövrdə qurduğunuz bağlar gələcəkdə sizə güclü şəkildə geri qayıda bilər. Sevgi həyatınızda isə sürpriz inkişaflar mümkündür. Gözlənilməz etiraflar, ani yaxınlaşmalar və emosional hərəkətlilik yaşana bilər. Xüsusilə yaxın çevrənizdən birinin sizə qarşı hissləri olduğunu fərq edə bilərsiniz. Maddi mövzularda isə
biraz daha nəzarətli olmalı olduğunuz bir həftədir. Emosional dalğalanmalarla alış-veriş etmək və ya plansız xərclər sonradan peşmanlıq yarada bilər. Buna görə maliyyə qərarlarınızı daha məntiqli və planlı şəkildə verin. Sağlamlıq baxımından isə bədəninizi ihmal etməyin. Yuxu pozuntuları, əzələ ağrıları və ya yorğunluq hissi arta bilər. Daimi hərəkət etmək, idmanla məşğul olmaq və aktiv qalmaq sizə yaxşı təsir edəcək. Ümumilikdə bu həftə sizin üçün. Kənardan sakit, amma daxilinizdə dərin bir transformasiya mərhələsidir. Və ən vacib mesaj budur. Keçmişi buraxdıqca yüngülləşəcək. Yüngülləşdikcə güclənəcəksiniz. Əziz əkizlər və yüksələn əkizlər, bu həftə sizin üçün olduqca hərəkətli, öyrədici və eyni zamanda fərqindəliklərlə dolu bir dövr başlayır. Xüsusilə karyera hədəfləriniz, gələcək planlarınız və etmək istədikləriniz mövzusunda ciddi bir sürətlənmə var. Yoğun bir tempə daxil olursunuz, amma bu temp sizi yormaqdan çox motivasiya edəcək kimi görünür. Həftənin əvvəlində xüsusilə sosial çevrəniz çox aktivdir. Dostlarınızla olan əlaqələriniz, daxil olduğunuz qruplar, komandalar və sosial mühitlər həyatınızda müəyyənedici rol oynaya bilər. Amma burada kiçik, lakin vacib bir xəbərdarlıq var. Hər kəslə eyni düşüncə və enerji səviyyəsində olmadığınızı fərq edə bilərsiniz. Xüsusilə həftənin ilk günlərində maliyyə ilə bağlı bir detalı gözdən qaçırdığınızı anlaya bilərsiniz. Bəlkə həddindən artıq fədakar davrandığınız və ya kiminsə sizin yaxşı niyyətinizdən istifadə etdiyi bir vəziyyət üzə çıxa bilər. Buna görə həm pul məsələlərində, həm də dost çevrənizlə münasibətlərdə daha diqqətli olmağınız vacibdir. Hər kəsə güvənmək və hər deyilənə inanmaq bu həftə sizi yanılda bilər. Bir tərəfdən də çox şey etmək, bir çox layihəyə başlamaq istəyə bilərsiniz. Amma bəzi işlər yarım qala və ya təxirə düşə bilər. Bu sizi biraz narahat edə bilər, amma əslində bu dayanmaq yox, istiqaməti düzəltmək mərhələsidir. Yəni, niyə alınmır deməkdənsə, bunu necə daha düzgün edə bilərəm deyə düşünmək sizə daha çox qazandıracaq. Bu həftə göy üzü sizə vacib bir dərs verir. Sürət deyil, şüurlu hərəkət qazandırır. Venera ilə Yupiter arasındakı uyğun təsir, xüsusilə sosial çevrəniz və gələcək planlarınızla bağlı gözəl fürsətlər gətirir. Yeni insanlarla tanış ola, sizə fayda verəcək əlaqələr qura və ya uzun zamandır düşündüyünüz bir layihəni həyata keçirmək imkanı əldə edə bilərsiniz. Amma burada ən kritik məqam budur. Hər şeyə hə deməmək. Çünki həddindən artıq öhdəlik götürmək, altından qalxa bilməyəcəyiniz yüklərə səbəb ola bilər. Buna görə seçici olun. Sizi həqiqətən irəli aparacaq insanlarla davam edin. Həftənin ortasından etibarən komanda işi, ortaq layihələr və əməkdaşlıqlar daha da önəm qazanır. Hər şeyi tək başına etməyə çalışmaq əvəzinə, sizinlə eyni baxış bucağını paylaşan insanlarla birlikdə hərəkət etmək sizi daha sürətli inkişaf etdirə bilər. Xüsusilə birinin tövsiyəsi və ya yönləndirməsi gözləmədiyiniz bir qapını aça bilər. Sevgi həyatınızda isə hərəkətli və müsbət təsirlər var. Subay əkizlər üçün yeni tanışlıqlar, flörtlər və hətta qalıcı ola biləcək münasibətlər gündəmə gələ bilər. Münasibəti olanlar isə aralarındakı həyəcanı yenidən canlandıra bilərlər. Birlikdə keçirilən zaman və ortaq fəaliyyətlər münasibəti gücləndirəcək. Amma yenə də tələsik qərarlar verməmək vacibdir. Yeni münasibətə başlamaq, yeni işə girişmək və ya mühüm söz vermək üçün əvvəlcə detalları yaxşı analiz edin. Maliyyə mövzularında isə diqqətli olmalı olduğunuz bir həftədir. Qazanıram düşüncəsi ilə edilən xərclər və ya plansız yatırımlar sonradan peşmanlıq yarada bilər. Xərcləməyə meyilli bir enerjidəsiniz. Buna görə nəzarəti əldən buraxmamağa çalışın. Sağlamlıq baxımından isə immun sistemi və qidalanma rejimi ön plandadır. Bu dövrdə nizamsız qidalanma, sürətli yemək və ya diqqətsizlik bəzi problemlərə səbəb ola bilər. Qida və dərman həssaslığına qarşı ehtiyatlı olun. Və gəldik həftənin ən vacib astroloji hadisəsinə. Qoç yeni ayı sizin sosial çevrə, hədəflər və gələcək planları sahənizi işıqlandırır. Bu yeni ay sizə xəyallarınızı yenidən formalaşdırmaq fürsəti verir. Yeni bir mühitə daxil ola, fərqli insanlarla tanış ola və ya hədəflərinizi daha aydın şəkildə müəyyənləşdirə bilərsiniz.
Amma burada vacib olan yalnız xəyal qurmaq deyil, bu xəyalları real planlarla dəstəkləməkdir. Çünki bu dövrdə hər kəs sizinlə eyni yolda getməyə bilər. Bəzi insanlar həyatınızdan çıxacaq, bəziləri isə sizinlə daha güclü bağlar quracaq. Bu bir seçim və ayırd etmə mərhələsidir. Və bəlkə də ən vacib mövzu, ünsiyyət. İçinizdə saxladığınız, deməkdən çəkindiyiniz və ya təxirə saldığınız söhbətlər artıq gündəmə gələ bilər. Xüsusilə münasibətlərdə açıq ünsiyyət qurmaq çox vacibdir. Deyilməyən hər şey zamanla böyüyür və arada məsafə yaradır. Amma siz düzgün şəkildə ifadə etsəniz, həll olunmayacaq heç bir məsələ yoxdur. Ümumilikdə bu həftə sizin üçün. Fürsətlərlə dolu, amma diqqət tələb edən, insanları və hədəfləri yenidən seçdiyiniz və özünüzü daha şüurlu şəkildə yönləndirdiyiniz bir dövrdür. Və həftənin ən vacib mesajı. Hər kəslə deyil, doğru insanlarla irəlilədikdə həqiqətən qazanırsınız. Əziz xərçənglər və yüksələn xərçənglər. Bu həftə həyatınızın müxtəlif sahələrini eyni anda təcrübə edəcəyiniz, həm intensiv, həm də fərqindəliklərlə dolu bir dövr başlayır. Həftəyə maddi mövzularla giriş edirsiniz. Alacaq-verəcək balansı, ödənişlər və maliyyə planlamaları gündəminizdə ola bilər. Amma sevindirici tərəfi odur ki, bu məsələləri düşündüyünüzdən daha tez qaydaya sala bilərsiniz. Günün irəliləyən saatlarında isə enerjiniz dəyişir. Çölə çıxmaq, gəzmək, fərqli mühitlərdə olmaq və biraz da olsa rahatlamaq istəyəcəksiniz. Çünki əslində dərinlərdə bir yorğunluq hissi var. Bu həftə yalnız fiziki deyil, zehni və emosional olaraq da yorulduğunuzu fərq edə bilərsiniz. İş, ailə və məsuliyyətlər arasında sıxılmış kimi hiss edə bilərsiniz. Göy üzü sizə açıq şəkildə belə deyir. Biraz dayan, nəfəs al və özünə yer aç. Qısa bir fasilə, kiçik bir dəyişiklik və ya sadəcə özünüzə ayıracağınız zaman belə sizə çox yaxşı təsir edə bilər. Amma bu həftənin enerjisi yalnız istirahətlə bağlı deyil. Eyni zamanda üzləşmələr və fərqindəliklər də var. Xüsusilə Mars və Neptun təsiri ailə daxilində bəzi həssas mövzuları gündəmə gətirə bilər. Ailədən birinin sağlamlığı ilə maraqlanmaq, kiməsə dəstək olmaq və ya məsuliyyət götürmək məcburiyyətində qala bilərsiniz. Bu proses sizi həm emosional, həm də fiziki olaraq yora bilir. Eyni zamanda iş həyatınızda gözlədiyiniz bir xəbərin gecikməsi və ya istədiyiniz kimi nəticələnməməsi məyusluq yarada bilər. Bu nöqtədə vacib bir xəbərdarlıq. Hər kəsə dərhal güvənməyin. Xüsusilə iş mühitində və ya sosial çevrədə sizə dəstək olmaq istəyən insanlar ola bilər. Amma hər görünən niyyət həqiqətən də saf olmaya bilər. Buna görə, mənə kömək edirlər dediyiniz hallarda belə, diqqətli olmağınız faydalıdır. Bununla yanaşı, daxilinizdə güclü bir yüksəlmək istəyi var. Özünüzü göstərmək, liderlik etmək və yeni layihələrə başlamaq istəyirsiniz. Və bu istək səbəbsiz deyil. Qoç yeni ayı sizin karyera və hədəflər sahənizi işıqlandırır. Bu yeni ay sizi səhnəyə çağırır. Artıq arxa planda qalmaq deyil, görünmək, məsuliyyət götürmək və özünüzü ortaya qoymaq zamanıdır. İş dəyişikliyi, yüksəliş, yeni vəzifə və ya tamamilə yeni bir istiqamət seçmək kimi mövzular gündəmə gələ bilər. Amma burada vacib olan yalnız istəmək deyil, nizamlı və planlı şəkildə irəliləməkdir. Çünki bu dövrdə nə qədər təşkilatlı olsanız, o qədər güclü nəticələr əldə edəcəksiniz. Digər tərəfdən, Venera ilə Yupiter arasındakı uyğun təsir sosial çevrənizdən gələcək gözəl dəstəkləri də gətirir. Dostlarınızdan, əlaqələrinizdən fayda görə bilər, xoş planlar qura və motivasiya tapa bilərsiniz. Bu dövrdə qurduğunuz münasibətlər gələcəkdə sizə fürsət olaraq geri qayıda bilər. Amma bu dəstəklər artdıqca başqa bir mövzu da gündəmə gəlir. Hər şeyi tək başına etməyə çalışma vərdişiniz. Siz nəzarəti sevirsiniz, amma bu həftə göy üzü sizə güvənməyi öyrən deyir. Hər şeyi öz üzərinizə götürmək məcburiyyətində deyilsiniz. Məsuliyyətləri paylaşmaq sizi zəif etmir, əksinə, daha güclü edir. Ailə və şəxsi həyat tərəfdə isə duyğular intensivləşir. İçinizdə saxladığınız, deməkdən çəkindiyiniz bəzi mövzular üzə çıxa bilər. Bu nöqtədə susmaq yerinə danışmağı seçməlisiniz. Açıq və səmimi ünsiyyət uzun zamandır daşıdığınız bir yükü yüngülləşdirə bilər. Münasibətlərdə səhtilikdən uzaqlaşırsınız. Daha dərin və real bağlar qurmaq istəyəcəksiniz. Əgər bir münasibətdə məsafə yaranıbsa, bu həftə onu düzəltmək üçün yaxşı bir fürsətdir. Maliyyə mövzularında isə diqqətli,
Amma planlı davransanız, qazanc əldə edə bilərsiniz. Böyük xərclər və ya investisiyalar gündəmə gələ bilər, amma tələsik qərarlar verməmək çox vacibdir. Xüsusilə ortaq maliyyə mövzularında ehtiyatlı olun. Sağlamlıq baxımından isə bədəniniz sizə siqnallar verir. Hərəkət etməli, enerjinizi düzgün yönləndirməlisiniz. Əks halda yığılan stres fiziki olaraq sizi çətin vəziyyətə sala bilər. İdman etmək, rutin qurmaq və aktiv qalmaq bu həftə sizə çox yaxşı təsir edəcək. Ümumilikdə, bu həftə sizin üçün həm yorulduğunuzu fərq etdiyiniz, həm də gücləndiyiniz, həm üzləşdiyiniz, həm də yüksəlişə keçdiyiniz bir dövrdür. Və həftənin ən vacib mesajı budur. Qaçdığın şey səni yorur, üzləşdiyin şey isə səni azad edir. Əziz şürlər və yüksələn şürlər. Bu həftə sizin üçün həm daxilə yönəlmiş fərqindəliklər, həm də xarici dünyada böyümə fürsətləri ilə dolu güclü bir dövr başlayır. Həftəyə maddi mövzulara fokuslanaraq giriş edirsiniz. Həftə sonunun daha rahat, romantik və zövqlü enerjisindən çıxaraq, indi daha ciddi, hesablı və planlı hərəkət etmək istəyən bir ruh halına keçə bilərsiniz. Xüsusilə həftənin əvvəlində biraz öz qabığınıza çəkilmək, çox göz önündə olmadan irəliləmək və maliyyə düzəninizi toparlamaq istəyə bilərsiniz. Bu müddətdə pul idarəçiliyi, gəlir-xərc balansı və gələcəyə yönəlik planlar ön planda olacaq. Amma diqqət etməli olduğunuz bəzi təsirlər də var. Mars və Neptun qarşılıqlı təsir, səyahətlər, təhsil, xarici əlaqələr və ticarətlə bağlı sahələrdə bəzi qeyri-müəyyənliklər və gecikmələr yarada bilər. Əgər bir səfər planınız varsa, detallara xüsusi diqqət yetirməlisiniz. Yediyiniz, içdiyinizdən tutmuş, təşkilati məsələlərə qədər hər sahədə daha diqqətli olmağınız vacibdir. Eyni zamanda uzaq çevrənizdən kiminsə, həyatında baş verən qarışıqlıqlar sizi dolayı yolla təsirləndirə bilər. Bu təsir eyni zamanda immun sisteminizi də bir qədər həssas edə bilər. Yorğunluq, halsızlıq və ya kiçik sağlamlıq problemlərinə meyilli ola bilərsiniz. Buna görə bədəninizin siqnallarını nəzərə almağınız vacibdir. Digər tərəfdən Merkürün Qoç bürcünə keçməsi ilə birlikdə zehni aktivliyiniz artır, öyrənmə istəyiniz güclənir və özünüzü inkişaf etdirmək arzunuz yüksəlir. Yeni biliklər əldə etmək, təhsilə başlamaq, sosial mediada aktiv olmaq və ya fikirlərinizi daha geniş auditoriyaya çatdırmaq üçün çox uyğun bir dövrdəsiniz. Özünüzü ifadə edərkən daha cəsarətli və açıq ola bilərsiniz. Həftənin ən önəmli astroloji hadisələrindən biri olan Qoç yeni ayı isə sizin üçün sanki bir baxış bucağı dəyişimi yaradır. Bu yeni ay sizə belə deyir. Daha böyük düşün, daha uzağa bax. Həyata baxışınız, hədəfləriniz və inanc sisteminiz bu dövrdə dəyişə bilər. Xariclə bağlı işlər, akademik mövzular, hüquqi proseslər və ya həyat istiqamətinizi yenidən müəyyənləşdirmək kimi mühüm məsələlər gündəmə gələ bilər. Amma burada ən vacib məqam budur. Yalnız istəmək kifayət deyil. Planlı və sistemli hərəkət etmək şərtdir. İstədim və oldu. Yanaşması bu dövrdə yetərli olmayacaq. Atdığınız addımların arxasını doldurmalı və strateji irəliləməlisiniz. Bu yeni ay sizə nə qədər ciddi olduğunuzu və hədəflərinizə nə qədər bağlı qaldığınızı açıq şəkildə göstərəcək. Digər tərəfdən Venera ilə Yupiter arasındakı uyğun təsir, karyera və iş həyatınızda sizi dəstəkləyən güclü fürsətlər yaradır. Sanki görünməz bir qüvvə sizi qoruyurmuş kimi hiss edə bilərsiniz. Doğru insanlarla qarşılaşmaq, yeni əməkdaşlıqlar qurmaq və ya bir fürsətin tam vaxtında qarşınıza çıxması mümkündür. Bu nöqtədə vacib olan, bu fürsətləri ciddiyə almaq və düzgün qiymətləndirməkdir. Həftənin ortası xüsusilə kritikdir. İş həyatında təşəbbüs göstərməli olduğunuz vəziyyətlər yarana bilər. Əgər geri planda qalsanız, fürsətlər başqalarına keçə bilər. Amma cəsarətli davransanız, fikrinizi müdafiə etsəniz və məsuliyyət götürsəniz, ciddi şəkildə diqqət çəkə bilərsiniz. Münasibətlər sahəsində isə daha dərin anlayış formalaşdırmaq zamanıdır. Sevdiklərinizlə edəcəyiniz açıq və səmimi söhbətlər baxış bucağınızı dəyişə bilər. Bu həftə haqlı çıxmaqdan çox, anlaşmağı seçmək münasibətlərinizi gücləndirəcək. Egonuzu bir kənara qoyub, qəlbinizlə hərəkət etdikdə tarazlığı daha asan quracaqsınız. Maliyyə mövzularında isə ehtiyatlı olmalı olduğunuz bir dövrdəsiniz. Ani xərclər, düşünülməmiş yatırımlar və ya lazımsız risklər sonrakı mərhələdə sizi çətin vəziyyətə sala bilər. Buna görə planlı və diqqətli irəliləmək ən doğru seçimdir. Həftə sonuna doğru isə biraz özünüzə yönəlmək,
yaradıcılığınızı qidalandırmaq və ruhunuzu dincəltmək istəyə bilərsiniz. Sənət, hobbilər və sizi xoşbəxt edən fəaliyyətlər daxili balansınızı yenidən qurmağa kömək edəcək. Sağlamlıq baxımından isə hərəkət çox önəmlidir. Yığılan enerjini düzgün şəkildə yönləndirməsəniz, bu narahatlıq və gərginlik kimi geri qayıda bilər. İdman etmək, aktiv qalmaq və bədəninizi ihmal etməmək bu həftə sizə çox yaxşı təsir edəcək. Ümumilikdə, əziz şirlər, bu həftə sizin üçün həm daxili yenidən qurulma, həm də xarici dünyada böyümə fürsətlərinin qapısını açan güclü bir dövrdür. Və həftənin ən vacib mesajı. Böyümək istəyirsənsə, əvvəlcə düşüncə tərzini böyütməlisən. Əziz qızlar və yüksələn qızlar, bu həftə sizin üçün həm münasibətlər, həm də daxili transformasiya mövzularının intensiv şəkildə işlədiyi bir dövr başlayır. Həftəyə ikili münasibətlər və şəxsi həyatınızdakı inkişaflarla giriş edirsiniz. Amma həftə sonundan gələn təsirlərlə bir qədər istəksiz, motivasiyası aşağı və hətta yüngül, yorğun hiss edə bilərsiniz. Xüsusilə sağlamlıqla bağlı kiçik toparlanmalar etməyiniz lazım gələ bilər. Bədəniniz sizdən biraz daha çox diqqət gözləyir. Həftə irəlilədikcə temp artır. Amma burada vacib bir detal var. Şərait və istiqamət böyük ölçüdə sizin nəzarətinizdən kənarda inkişaf edə bilər. Həm iş həyatınızda, həm də şəxsi münasibətlərdə qarşı tərəfin qərarları və davranışları daha təsirli ola bilər. Bu da sizi zaman-zaman nəzarəti itirmiş kimi hiss etdirə bilər. Amma bu prosesdə axına uyğunlaşmaq və lazımsız müqavimət göstərməmək sizin üçün daha doğru olacaq. Maliyyə mövzuları isə həftənin ən kritik sahələrindən biridir. Mars və Neptun təsiri, xüsusilə ortaq pullar, alacaq-verəcək balansı və bank əməliyyatları kimi mövzularda diqqətli olmalı olduğunuzu vurğulayır. Pul göndərmək, çəkmək, investisiya etmək və ya bir razılaşmaya girmək kimi məsələlərdə tələsik davranmamalısınız. Çünki bu dövrdə diqqətsizlik, yanlış yönləndirilmə və ya aldanma ehtimalı arta bilər. Eyni zamanda uzun zamandır planlaşdırdığınız bir maddi addımı tez bir zamanda həyata keçirmək istəyə bilərsiniz. Amma göy üzü sizə deyir, dayan, düşün və sonra hərəkət et. Bu dövr sürətli qərarların deyil, şüurlu və strateji addımların zamanıdır. Şəxsi həyat tərəfdə isə emosional və fiziki yaxınlıq ehtiyacınız arta bilər. Amma burada da diqqətli olmaq vacibdir. Həm sağlamlıq, həm də ümumi şərait baxımından gigiyena, qorunma və şüurlu davranış ön planda olmalıdır. Xüsusilə həssas orqanizmə sahibsinizsə, immun sisteminizi güclü saxlamağa çalışın. Zehni olaraq isə aktivləşirsiniz. Merkürün Qoç bürcünə keçməsi ilə birlikdə pul və investisiyalar sahəsində daha cəsarətli düşünməyə başlaya bilərsiniz. Yeni ideyalar, yeni təşəbbüslər və maliyyə ilə bağlı sürətli qərar vermək istəyi arta bilər. Amma bu qərarları dərhal tətbiq etmək əvəzinə biraz müşahidə etmək və doğru zamanı gözləmək daha sağlam olacaq. Bu nöqtədə Qoç yeni ayı sizin üçün vacib bir dönüş nöqtəsidir. Bu yeni ay həyatınızda dərin bir transformasiya başlayır. Xüsusilə ortaq resurslar, borclar, psixoloji proseslər və daxili dünyanızla bağlı mövzular gündəmə gələ bilər. Bu, səthi bir dəyişiklik deyil, köklü bir yenilənmə mərhələsidir. İçinizdə bastırdığınız qorxular, nəzarət etmək istəyi və ya güvən problemləri bu dövrdə daha görünən ola bilər. Amma bu bir böhran deyil, əksinə, həll və təmizlənmə prosesidir. Özünüzə qarşı dürüst olduqda, bu prosesi çox güclü şəkildə idarə edə bilərsiniz. İş həyatında isə kiçik sınaqlarla qarşılaşa bilərsiniz. Detal səhvləri, gecikmələr və ya gözlənilməz problemlər sizi narahat edə bilər. Amma sizin ən güclü tərəfiniz olan analiz qabiliyyətiniz və səbriniz bu nöqtədə işə düşür. Panik etmədən irəliləsəniz, bu prosesdən daha güclü çıxacaqsınız. Ev və yaşam sahənizdə də nizam yaratmaq ehtiyacı arta bilər. Dağınıqlıqları toplamaq, artıq şeyləri həyatınızdan çıxarmaq və sadələşmək həm zehni, həm də emosional olaraq sizə yaxşı təsir edəcək. Çünki sizin üçün xarici nizam, daxili rahatlığın açarıdır. Münasibətlərdə isə vacib bir mesaj var. Artıq gözləmək yox, addım atmaq zamanıdır. Duyğularınızı içərdə saxlamaq, qarşı tərəfin anlamasını gözləmək və ya susaraq həll tapmağa çalışmaq bu həftə işə yaramayacaq. Açıq, net və səmimi ünsiyyət qurduqda problemlərin həll olunduğunu görəcəksiniz. Əks halda məsafələr arta bilər.
Maliyyə baxımından yenə də ehtiyatlı olmalı olduğunuz bir dövrdəsiniz. Emosional xərclər, plansız investisiyalar və ani qərarlar sonradan peşmanlıq yarada bilər. Buna görə məntiqinizi ön planda saxlayın. Sağlamlıq sahəsində isə stressə bağlı təsirlər ön planda ola bilər. Həzm sistemi həssaslığı, baş ağrıları və ya gərginlik hiss edə bilərsiniz. Təbiətdə vaxt keçirmək, gəzintilər etmək və zehni sakitləşdirmək sizə çox yaxşı təsir edəcək. Ümumilikdə əziz qızlar, bu həftə sizin üçün həm münasibətlərdə aydınlaşma, həm də daxili transformasiya həftəsidir. Və həftənin ən güclü mesajı: nəzarət etməyə çalışdığın şeylər səni yorur, buraxdığın şeylər isə səni azad edir. Əziz tərəzilər və yüksələn tərəzilər, bu həftə sizin üçün xüsusilə sağlamlıq, gündəlik həyat nizamı və ən əsası ikili münasibətlər sahəsində mühüm fərqindəliklərin ön plana çıxdığı bir dövr başlayır. Həftə sonunun daha rahat, sosial və zövqlü enerjisindən çıxaraq, həftənin ilk günləri ilə birlikdə gündəminiz birdən dəyişə bilər. Bazar ertəsi günortadan sonra iş tempi, məsuliyyətlər və gündəlik həyatın axını sürətlənərkən, eyni zamanda bədəninizin verdiyi siqnalları daha çox hiss etməyə başlaya bilərsiniz. Bu səbəbdən həftənin əvvəlində sağlamlığınıza daha çox diqqət yetirməyiniz, qidalanma rejiminizi düzəltməyiniz və özünüzü həddindən artıq yormamağınız vacib olacaq. Çünki göy üzü bu həftə sizə açıq bir mesaj verir. Tarazlığını qura bilməsən, həyat səni tarazlığa məcbur edər. Xüsusilə Mars və Neptun təsiri münasibətlər sahəsində diqqətli olmağınızı göstərir. Bu təsir bir neçə şəkildə özünü göstərə bilər. Əgər bir münasibətiniz varsa, partnyorunuzun sağlamlığı ilə bağlı həssas mövzular gündəmə gələ bilər və ya onun yaşadığı bir vəziyyət sizi də təsirləndirə bilər. Əgər yeni bir tanışlıq varsa, qarşınızdakı insanı olduğundan fərqli görmək, həddindən artıq idealizə etmək və sonradan məyus olmaq ehtimalı yüksəkdir. Digər bir ehtimal isə mövcud münasibətlərdə gözləntilərinizi real qiymətləndirə bilməməyinizdir. Yəni, əslində qarşılanmayan şeyləri qarşılanmış kimi qəbul etmək və ya bəzi həqiqətləri görməzdən gəlmək mümkündür. Eyni zamanda yanlış yönləndirmələrə, aldanmalara və ya emosional manipulyasiyalara açıq bir dövrdəsiniz. Buna görə xüsusilə münasibətlərdə gözlərinizi açıq tutmağınız, intuisiya ilə yanaşı, məntiqinizi də işə salmağınız çox vacibdir. Həftə boyunca köçmə, ortaq işlər, əməkdaşlıqlar və ya birlikdə veriləcək qərarlar da gündəmə gələ bilər. Amma burada tələsik, səbirsiz və ya aqressiv davranmaq əvəzinə, daha balanslı və planlı hərəkət etmək sizə daha çox qazandıracaq. Bu nöqtədə həftənin ən önəmli astroloji hadisəsi olan Qoç yeni ayı işə düşür. Bu yeni ay qarşı bürcünüzdə baş verdiyi üçün birbaşa münasibətlər sahənizi işıqlandırır. Yəni həyatınızda kimlərin qalıcı, kimlərin keçici olduğunu çox aydın görə biləcəyiniz bir dövrdəsiz. Bu yeni ay sizə belə bir sual verir. Sən həqiqətən kiminlə yol gedirsən? Kiminlə sadəcə vaxt keçirirsən? Bu prosesdə həyatınıza yeni biri daxil ola bilər. Mövcud münasibətiniz daha ciddi mərhələyə keçə bilər və ya əksinə, artıq davam etməyən bir münasibət açıq şəkildə sona çata bilər. Çünki tərəzi üçün balans hər şeydir və bu yeni ay balanssız olan hər şeyi aradan qaldırmaq istəyir. Eyni zamanda münasibətlərdə alma-vermə balansı, özünüzü ifadə etmə gücünüz və sərhədləriniz də sınaqdan keçəcək. Özünüzü itirmədən qarşı tərəflə uyğun qalmağı bacarmaq bu həftənin ən vacib dərslərindən biridir. Digər tərəfdən Venera ilə Yupiter arasındakı uyğun təsir iş həyatınızda və gündəlik nizamınızda sizə dəstək verir. İş mühitinizdə fürsətlər, rahatlıq və sizi sevindirəcək inkişaflar ola bilər. Amma bu fürsətlərin qalıcı olması sizin nə qədər nizamlı və fokuslu olmağınızdan birbaşa asılıdır. Əgər diqqətiniz yayınarsa, bu şansları qaçıra bilərsiniz. Amma planlı hərəkət etsəniz, uzun müddətli qazanc əldə edə bilərsiniz. Ailə və yaxın çevrə münasibətlərində isə ünsiyyət çox vacibdir. İçinizdə topladığınız duyğuları ifadə etməsəniz, yanlış anlaşılmalar qaçılmaz ola bilər. Yumşaq, amma aydın bir dillə danışmaq bir çox problemi böyümədən həll etməyinizə kömək edəcək. Maliyyə mövzularında isə ehtiyatlı olmalı olduğunuz bir həftədir. Kiçik səhvlər böyük itkilərə səbəb ola bilər. Ani xərclər, düşünülməmiş alış-verişlər və ya plansız investisiyalar sonrakı dövrdə sizi çətin vəziyyətə sala bilər. Sağlamlıq baxımından isə
Stressə bağlı həssaslıqlar ön planda ola bilər. Xüsusilə allergik reaksiyalar və ya bədən gərginliyi hiss edə bilərsiniz. Buna görə həm zehni, həm də fiziki balansı qorumaq vacibdir. Həftə sonuna doğru isə bir qədər geri çəkilmək, tək qalmaq və düşüncələrinizi toplamaq istəyə bilərsiniz. Bu da verəcəyiniz qərarları daha aydınlaşdırmaq üçün yaxşı bir fürsət olacaq. Ümumilikdə, əziz tərəzilər, bu həftə sizin üçün münasibətlərdə aydınlaşma, sərhəd qoyma və tarazlığı yenidən qurma həftəsidir. Və həftənin ən güclü mesajı: hər kəslə uyğun olmaq məcburiyyətində deyilsən, amma özünlə uyğun qalmaq məcburiyyətindəsən. Əziz əqrəblər və yüksələn əqrəblər. Bu həftə sizin üçün həm xoş başlanğıclar, həm də intizam tələb edən mühüm fərqindəliklərlə dolu bir dövr başlayır. Həftə sonunun təsiri ilə ev, ailə və şəxsi sahənizə fokuslanmış ola bilərsiniz. Amma yeni həftə ilə birlikdə enerjiniz dəyişir. Daha zövqlü, daha yaradıcı və sizi xoşbəxt edən mövzulara yönəlmək istəyəcəksiniz. Xüsusilə uşaqlarla bağlı məsələlər, hobbilər, sevgi həyatı və ya sizi həyəcanlandıran fəaliyyətlər gündəminizə gələ bilər. Amma bu xoş başlanğıcın arxa planında ciddi bir nizam qurma ehtiyacı da var. Merkürün Qoç bürcünə keçməsi ilə birlikdə iş, xidmət və sağlamlıq sahələriniz xeyli aktivləşir. Gündəlik rutinləriniz sürətlənə bilər. İş mühitində daha çox məsuliyyət götürə bilərsiniz. Amma bu sürət eyni zamanda stres və qarışıqlıq da gətirə bilər. Buna görə planlı və sistemli irəliləmək çox vacib olacaq. Həftənin diqqət çəkən təsirlərindən biri də Mars ilə Neptunun birləşməsidir. Bu təsir xüsusilə iş həyatınızda bəzi qeyri-müəyyənliklər və məyusluqlar yarada bilər. Birlikdə işlədiyiniz insanlardan gözləntiləriniz arta bilər, amma bu gözləntilər qarşılanmaya bilər. Hətta yeni tanış olduğunuz və ya işə qəbul etdiyiniz birini olduğundan daha yaxşı görüb, sonradan yanılma ehtimalınız da var. Bu səbəbdən xüsusilə iş münasibətlərində ehtiyatlı olmaq, dərhal güvənməmək və müşahidə etmək çox vacibdir. Eyni təsir sağlamlıq sahəsində də özünü göstərə bilər. İmmunitet sisteminiz bir qədər zəifləyə bilər. İnfeksiyalar, temperaturla bağlı narahatlıqlar, baş ağrıları, sinus problemləri və ya zehni yorğunluq gündəmə gələ bilər. Xüsusilə çox düşünmək, davamlı zehni aktivlik və kifayət qədər dincəlməmək sizi daha da yora bilər. Bu həftə özünüzə belə bir sual verməlisiniz. Mən həqiqətən dincəlirəm, yoxsa sadəcə tələsirəm? Çünki bədəniniz sizdən diqqət gözləyir. Digər tərəfdən göy üzü sizi daha yüksək bir səviyyəyə qaldırmaq istəyir. Öyrəşdiyiniz üsullar artıq kifayət etməyə bilər. Köhnə vərdişləri buraxıb, daha strateji və şüurlu hərəkət etməli olduğunuz bir dövrdəsiniz. Gücünüzü yalnız nəzarətdən deyil, düzgün yönləndirmədən almalısınız. Bu nöqtədə Qoç yeni ayı sizin üçün çox önəmlidir. Bu yeni ay iş həyatınızda, gündəlik nizamınızda və sağlamlığınızda yeni bir başlanğıc yaradır. Yeni iş, yeni layihə, yeni iş sistemi və ya tamamilə fərqli bir rutin qurmaq qərarı ala bilərsiniz. Amma burada ən vacib məsələ intizamdır. Dağınıq olan heç nə böyüməz. Bu dövrdə həyatınızı daha təşkilatlı etmək, artıq yükü buraxmaq və aydın bir sistem qurmaq sizi irəli aparacaq. Eyni zamanda iş mühitində bəzi insanların dəyişməli olduğunu və ya sizi geri çəkən amilləri daha aydın görə bilərsiniz. Bu fərqindəliklərlə mühüm qərarlar verə bilərsiniz. Digər tərəfdən Venera ilə Yupiter arasındakı uyğun təsir, sevgi və münasibətlər sahəsində sizi dəstəkləyir. Bu həftə emosional olaraq daha açıq, daha isti və daha cazibədar bir enerjiyə sahibsiniz. Yeni bir münasibət başlaya bilər və ya mövcud münasibətinizdə daha ehtiraslı və zövqlü bir dövrə keçə bilərsiniz. Amma burada da balans vacibdir. Yalnız nəzarət etmək yox, anlamaq və empati qurmaq önəmlidir. Sevdiklərinizin ehtiyaclarını görmək və ürəkdən bağ qurmaq münasibətlərinizi gücləndirəcək. Ev və ailə sahəsində isə sevdiklərinizlə vaxt keçirmək sizə yaxşı təsir edəcək. Həm emosional olaraq dəstək alacaq, həm də daxili rahatlıq hiss edəcəksiniz. Maliyyə mövzularında isə diqqətli olmalı olduğunuz bir həftədir. Böyük qazancdan çox, pulu necə idarə etdiyiniz daha önəmli olacaq. Lazımsız risklərdən uzaq durmalı və planlı hərəkət etməlisiniz. Ümumilikdə əziz əqrəblər, bu həftə sizin üçün həm nizam qurma, həm də güclənmə həftəsidir. Və həftənin ən vacib mesajı:
Həqiqi güc hər şeyi nəzarətdə saxlamaq deyil, nəyi buraxmalı olduğunu bilməkdir. Əziz oxutanlar və yüksələn oxutanlar. Bu həftə sizin üçün həm daxili dünyanıza çəkildiyiniz, həm də sevgi, yaradıcılıq və zövq sahələrində hərəkətliliyin artdığı xüsusi bir dövr başlayır. Həftə sonunun enerjisi ilə olduqca aktiv, bəlkə də bir qədər yorucu və tələsik bir proses keçirmiş ola bilərsiniz. Amma yeni həftə ilə birlikdə temp dəyişir. Artıq biraz daha evdə vaxt keçirmək, dincəlmək və öz məkanınızda rahatlıq tapmaq istəyəcəksiniz. Ev, yuva və ailə mövzuları bu həftə sizin üçün önəmli bir zəmin yaradırkən, eyni zamanda ürəyinizlə bağlı məsələlər də sürət qazanır. Merkürün sevgi və zövq sahənizə keçməsi ilə birlikdə duyğularınızı daha çox sorğulaya bilər. Sevgi həyatınızı gözdən keçirə və həyatımda kim var, nə hiss edirəm kimi suallara cavab axtara bilərsiniz. Əgər münasibətiniz varsa, bu dövrdə səbirsiz davranıb davranmadığınızı, lazımsız reaksiyalar verib vermədiyinizi və münasibətdə nələrin dəyişməli olduğunu daha aydın görə bilərsiniz. Uşağı olan oxatanlar üçün isə uşaqlarla bağlı mövzular, onların ehtiyacları və ya həyatlarında baş verən inkişaflar ön planda ola bilər. Mars və Neptun təsiri isə bu həftə bir qədər diqqət tələb edir. Xüsusilə sağlamlıq mövzularında sizin xaricinizdə olan şəxslərlə bağlı bəzi hadisələr yaşana bilər. Sevdiyiniz bir insanın və ya övladınızın sağlamlığı ilə bağlı bir məsələ ilə maraqlanmalı ola bilərsiniz. Bu proses sizi emosional olaraq təsirləndirə bilər. Əgər həyatınızda biri yoxdursa və yeni biri ilə tanışırsınızsa, bu insanın nə qədər səmimi olduğu, dedikləri ilə etdiklərinin nə qədər uyğun gəldiyi mühüm bir sual mövzusu ola bilər. Yəni, qarşınızdakı insanı olduğu kimi görmək və xəyallara qapılmamaq bu həftə çox önəmlidir. Eyni zamanda bu dövrdə hobbilər, idman, sənət və yaradıcılıq tələb edən sahələrdə olduqca aktiv ola bilərsiniz. İçinizdə yaratmaq istəyi artır. Amma burada da vacib bir xəbərdarlıq var. Hər şeyə eyni anda atılmayın. Göy üzü sizə deyir, səni həqiqətən böyüdəcək olana fokuslan. Bu nöqtədə Qoç yeni ayı devrəyə girir. Bu yeni ay sevgi, yaradıcılıq, risk alma və özünü ifadə etmə sahənizdə güclü bir başlanğıc gətirir. Yeni bir münasibət başlaya bilər, mövcud münasibətiniz daha ehtiraslı hala gələ bilər və ya uzun zamandır ertələdiyiniz bir layihəyə cəsarətlə başlaya bilərsiniz. Amma burada ən vacib məsələ budur. Cəsarət qədər plan da lazımdır. Tələsik hərəkət edib detalları gözdən qaçırmaq, sonunu düşünmədən irəliləmək, sonrakı günlərdə sizi çətin vəziyyətə sala bilər. Buna görə atdığınız addımların arxasını doldurmalı və planlı hərəkət etməlisiniz. Nə qədər intizamlı olsanız, o qədər yaxşı nəticə əldə edəcəksiniz. İş həyatında isə artıq sadəcə verilənlə kifayətlənmək yox, mən nə qatıram sualına cavab verməli olduğunuz bir dövrdəsiniz. Təşəbbüs göstərən, ideya verən və məsuliyyət götürən oxatanlar bu həftə diqqət çəkəcək. Venera ilə Yupiter arasındakı uyğun təsir isə həm iş, həm də sağlamlıq mövzularında sizi dəstəkləyir. Gündəlik həyatınızda daha rahat irəliləyə bilər. İş mühitində müsbət inkişaflar yaşaya bilərsiniz. Eyni zamanda ciddi bir sağlamlıq problemi görünməsə də, həyat tərzinizə diqqət etməlisiniz. Xüsusilə bu həftə qidalanma mövzusunda özünüzü biraz saxlamaqda çətinlik çəkə bilərsiniz. Şirniyyatlar, karbohidratlar və ya zövq verən qidalara meyliniz arta bilər. Buna görə balansı qorumağa çalışın. Münasibətlərdə isə açıq və səmimi ünsiyyət bu həftənin açarıdır. İçinizdə topladığınız duyğuları düzgün bir dillə ifadə etmək həm münasibətləri gücləndirəcək, həm də sizi rahatladacaq. Bu həftə sevgi sözlə deyil, davranışla göstəriləcək. Həftə sonuna doğru enerjiniz yenidən yüksəlir. Sosiallaşmaq, dostlarınızla vaxt keçirmək sizə yaxşı təsir edəcək. Amma maliyyə mövzularında diqqətli olmalısınız. Xərclər, itkilər və ya diqqətsizlikdən yaranan problemlərə qarşı ehtiyatlı olun. Sağlamlıq baxımından isə xüsusilə yuxu rejiminə diqqət yetirməlisiniz. Yuxusuzluq immunitetinizi zəiflədə bilər. İdman etmək, qidalanmanızı nizamlamaq və bədəninizə qayğı göstərmək bu həftə sizə çox yaxşı təsir edəcək. Ruhsal olaraq isə intuisiya gücünüz çox yüksəkdir. Yuxularınız, daxili səsiniz və hissləriniz sizə mühüm mesajlar verə bilər. Bunları görməzdən gəlməyin. Ümumilikdə əziz oxatanlar, bu həftə sizin üçün. Həm qəlbinizi dinlədiyiniz,
həm də həyatınıza istiqamət verən addımlar atdığınız bir dövrdür. Və həftənin ən önəmli mesajı. Hər fürsətin ardınca qaçmaq əvəzinə, səni həqiqətən böyüdəcək olanı seç. Əziz oğlaqlar və yüksələn oğlaqlar. Bu həftə sizin üçün həm zehni aktivliyin artdığı, həm də daxili təməllərinizi yenidən qurmalı olduğunuz mühüm bir dövr başlayır. Həftəyə ünsiyyətin çox sıx olduğu bir enerji ilə daxil olursunuz. Telefonlar, mesajlar, görüşlər, qısa planlar derkən sizi olduqca hərəkətli bir tempo gözləyir. Yaxın çevrənizə verdiyiniz sözlər, yarım qalan işlər və ya ertələdiyiniz mövzular yenidən gündəmə gələ bilər. Xüsusilə həftənin əvvəlində özünüzə biraz yüklənə bilərsiniz. Bunu niyə daha əvvəl etmədim, deyə düşünərək bəzi işləri gözünüzdə böyütmək ehtimalınız var. Amma burada özünüzü tənqid etmək əvəzinə addım-addım irəliləməyi seçməlisiniz. Bu intensiv ünsiyyət tempinin arxa planında isə ailə və ev mövzuları ilə bağlı həssas təsirlər aktivdir. Mars və Neptun təsiri evinizdə və ailə mühitinizdə bəzi qeyri-müəyyənliklər və həssas mövzular yarada bilər. Xüsusilə immunitetlə bağlı vəziyyətlər, kiçik sağlamlıq problemləri və ya ailə böyüklərinin səhhəti ilə bağlı məsələlər gündəminizə gələ bilər. Valideynləriniz və ya yaşca böyük yaxınlarınızla daha çox maraqlanmalı ola bilərsiniz. Eyni zamanda ailə daxilində gözləntilərinizin qarşılanmaması sizi emosional olaraq təsirləndirə bilər. İnsanlardan gözlədiyiniz dəstəyi görə bilmədikdə, özünüzü tənha və ya dəyərsiz hiss etməməyə diqqət edin. Ev ilə bağlı mövzularda da ehtiyatlı olmalı olduğunuz bir dövrdəsiniz. Əmlak alqı-satqısı, kirayə, köçmə kimi planlarınız varsa, detalları diqqətlə yoxlamalısınız. Sizə deyilənlərlə reallıq tam üst-üstə düşməyə bilər. Həmçinin ev daxilində elektrik, texniki sistemlər və təhlükəsizlik məsələlərinə də diqqət yetirmək faydalıdır. Bu nöqtədə həftənin əsas astroloji hadisəsi olan Qoç yeni ayı devrəyə girir. Bu yeni ay, ev, ailə və daxili təhlükəsizlik sahənizdə güclü bir başlanğıc gətirir. Köçmək, evdə dəyişikliklər etmək, təmir, yeni yaşayış sahəsi qurmaq və ya ailə ilə bağlı mühüm qərarlar gündəmə gələ bilər. Amma burada ən vacib məsələ budur: planlı və səbirli olmaq. Başladım, dərhal nəticə alım yanaşması bu dövrdə sizi çətin vəziyyətə sala bilər. Göy üzü bir qədər yavaşlama enerjisi də daşıdığı üçün işlər istədiyiniz sürətlə irəliləməyə bilər. Amma bu sizi ruhdan salmasın. Möhkəm təməl quran oğlaqlar bu prosesin sonunda qazanan tərəf olacaq. Digər tərəfdən, Venera ilə Yupiter arasındakı uyğun təsir, maddi mövzular və öz dəyəriniz sahəsində sizi dəstəkləyir. İş həyatınızda əməyinizin qarşılığını almaq, yeni gəlir mənbəyi əldə etmək və ya maliyyə baxımından sizi rahatladan inkişaflar yaşamaq mümkündür. Amma bu fürsətləri davamlı etmək sizin öz dəyərinizi nə qədər sahibləndiyinizlə bağlıdır. Özünüzü geri planda saxlasanız, bu enerjidən tam istifadə edə bilməzsiniz. Buna görə fikirlərinizi ifadə etməkdən çəkinməyin. Mən buradayam deməyi öyrənin. İş və karyera sahəsində də yüksəliş potensialınız çox güclüdür. Amma hər şeyi eyni anda etmək əvəzinə prioritet müəyyən edərək irəliləmək daha effektiv olacaq. İntizam sizin ən güclü tərəfinizdir. Amma həddindən artıq nəzarət sizi yora bilir. Bu balansı qurmaq vacibdir. Münasibətlər sahəsində isə daha dərin və səmimi paylaşımlar ön plandadır. Səthi söhbətlərdən çox, həqiqi duyğuların ifadə edildiyi bir dövrdəsiniz. Sevdiyiniz insanla açıq bir söhbət münasibətinizi gücləndirə bilər. Subay oğlaqlar üçün isə ani qərarlar almamaq vacibdir. Tez başlayan və tez bitən münasibətlərdənsə daha möhkəm addımlar seçilməlidir. Maliyyə mövzularında isə diqqətli olmalı olduğunuz bir həftədir. Xüsusilə rəqəmsal xərclər, ani alış-verişlər və plansız xərclər sonradan peşmanlıq yarada bilər. Buna görə nəzarətli hərəkət etmək önəmlidir. Sağlamlıq baxımından isə sıx temp içində özünüzü unutmayın. Fiziki aktivlik, hərəkət və bədəninizə göstərəcəyiniz qayğı həm zehni, həm də fiziki olaraq sizi toparlayacaq. Həftə sonuna doğru isə enerjiniz daha da güclənir. Özünüzə inamınız arta bilər, intuisiya gücünüz yüksələ bilər və hadisələrə daha aydın baxış bucağı ilə yanaşa bilərsiniz. Ümumilikdə, əziz oğlaqlar, bu həftə sizin üçün həm təməlləri möhkəmləndirdiyiniz, həm də fürsətləri düzgün yönətdiyiniz bir dövrdür.
və həftənin ən önəmli mesajı. Daxilini möhkəm qurarsansa, xarici dünyada heç nə səni asanlıqla sarsıda bilməz. Əziz dolçalar və yüksələn dolçalar. Bu həftə sizin üçün həm maliyyə mövzularının, həm də zehni aktivliyin ön planda olduğu, eyni zamanda mühüm fərqindəliklər gətirən bir dövr başlayır. Həftə sonunun təsiri ilə bir qədər özünüzə çəkilmiş, şəxsi ehtiyaclarınıza fokuslanmış və ya sağlamlıq mövzuları ilə məşğul olmuş ola bilərsiniz. Həftənin ilk günlərində də bənzər bir ruh halı davam edə bilər. Özünüzü toparlamaq və daxili balans qurmaq ehtiyacı hiss edə bilərsiniz. Amma çox keçmədən fokusumuz dəyişir və maliyyə mövzuları gündəminizə yerləşir. Bu həftə ödənişlər, kommunal xərclər, bank əməliyyatları və ya maliyyə planlamaları ilə daha çox məşğul ola bilərsiniz. Eyni zamanda gözlədiyiniz bir ödəniş varsa, bunun gəlmə ehtimalı da yüksəkdir. Pulun giriş-çıxışını daha şüurlu idarə etməli olduğumuz bir dövrdəsiz. Zehni baxımdan isə olduqca aktiv bir mərhələdəsiz. Merkürün Qoç bürcünə keçməsi ilə ünsiyyət tempiniz sürətlənir. Daha çox danışmaq, yazmaq, istehsal etmək və fikirlərinizi paylaşmaq istəyəcəksiniz. Xüsusilə sosial media, təhsil, yazılı və şifahi ünsiyyət sahələrində diqqət çəkən performans göstərə bilərsiniz. Amma burada mühüm bir xəbərdarlıq var. Mars və Neptun təsiri ünsiyyət sahəsində bəzi illüziyalar və qarışıqlıqlar yarada bilər. Yaxın çevrəniz, qardaşlarınız, qohumlarınız və ya qonşularınızla münasibətlərdə yanlış anlaşılmalar, məyusluqlar və ya əsassız gözləntilər ortaya çıxa bilər. Eyni zamanda eşitdiyiniz hər məlumata dərhal inanmaq və detalları yoxlamadan hərəkət etmək sizi çətin vəziyyətə sala bilər. Bu səbəbdən bu həftə hər eşitdiyinə yox, doğruluğunu yoxladığına inan. Yaradıcılıq baxımından isə çox güclü təsirlər altındasınız. Yazmaq, yaratmaq, öyrənmək və öyrətmək kimi sahələrdə ilhamınız yüksək ola bilər. Amma eyni anda çox şeyə fokuslanmaq sizi dağınıq hala sala bilər. Fokuslanmaq bu həftənin əsas açarıdır. Bu nöqtədə Qoç yeni ayı sizin üçün mühüm fürsətlər gətirir. Bu yeni ay ünsiyyət, təhsil, layihələr, müqavilələr və qısa müddətli planlar sahəsində yeni başlanğıclar təqdim edir. Yeni bir təhsil proqramı, iş ideyası, müqavilə və ya mühüm bir danışıq gündəmə gələ bilər. Düşündüyünüz şeyləri artıq konkretləşdirmək üçün güclü dəstək altındasınız. Amma burada ən kritik məsələ budur, səthi qalmamaq. Sadəcə ideya yaratmaq yox, onu planlamaq və həyata keçirmək vacibdir. Əgər möhkəm addımlar atsaz, bu proses sizə ciddi qazanc gətirə bilər. Digər tərəfdən Venera ilə Yupiter arasındakı uyğun təsir ev və ailə sahəsində sizi dəstəkləyir. Evinizdə rahatlıq tapa bilər, ailə daxilində daha isti və dəstəkləyici bir mühit hiss edə bilərsiniz. Evlə bağlı kiçik dəyişikliklər və düzəlişlər etmək üçün də əlverişli zamandır. Ailə böyükləri ilə bağlı mövzularda ümumilikdə dəstək olsa da, xüsusilə ana ilə bağlı bəzi həssas mövzular gündəmə gələ bilər. Ona daha çox diqqət ayırmağınız lazım gələ bilər. Münasibətlərdə isə ünsiyyət həlledici rol oynayacaq. Partnyorunuzla qurduğunuz dialoq münasibətin istiqamətini birbaşa müəyyən edə bilər. Empati qurmaq, qarşı tərəfi anlamaq və səbirli olmaq balansı qoruyacaq. Subay dolçalar üçün isə keçmişdən birinin yenidən ortaya çıxması, bir mesaj və ya gözlənilməz qarşılaşma ehtimalı var. Maliyyə mövzularında isə diqqətli olmalı olduğunuz bir həftədir. Yanlış yönləndirmələr, natamam məlumatlar və ya tələsik qərarlar maddi itkilərə səbəb ola bilər. Buna görə ehtiyatlı irəliləmək vacibdir. Sağlamlıq baxımından isə yuxusuzluq, nizamsız qidalanma və zehni yorğunluq enerjinizi azalda bilər. Həftə sonuna doğru isə diqqətsizlikdən qaynaqlanan kiçik qəzalarla bağlı ehtiyatlı olmaq faydalıdır. Ümumilikdə əziz dolçalar, bu həftə sizin üçün həm məhsuldarlıq, həm fərqindəlik, həm də doğru seçimlər etmə həftəsidir. Və həftənin ən vacib mesajı: dağınıq bir zehin, dağınıq nəticələr gətirər. Əvvəl seç, sonra irəlilə. Əziz balıqlar və yüksələn balıqlar. Bu həftə sizin üçün həm emosional dalğalanmaların, həm də maddi fərqindəliklərin artdığı, eyni zamanda özünüzə dönüb bəzi həqiqətlərlə üzləşəcəyiniz mühüm bir dövr başlayır. Həftə sonunun təsiri ilə bir qədər yorğun, həvəssiz və ya heç nə etmək istəməyən bir ruh halında olmuş ola bilərsiniz. Həftəyə də oxşar enerji ilə başlasanız da,
Ayın bürcünüzə keçməsi ilə bir neçə gün ərzində enerjiniz toparlanacaq və həyatınız yenidən hərəkətlənəcək. Amma bu hərəkətlilik bəzi qərarsızlıqları da özü ilə gətirə bilər. Nə istədiyinizi aydınlaşdırmaqda çətinlik çəkə bilər, bir mövzuda qərar verə bilməyə və ya duyğularınızla məntiqiniz arasında qalmağa başlaya bilərsiniz. Eyni zamanda bu dövrdə qidalanma vərdişlərinizə diqqət yetirməlisiniz. Şirniyyata, karbohidratlara və ya zövq verən qidalara meyliniz arta bilər. Həftənin ən önəmli xəbərdarlıqlarından biri isə maliyyə mövzuları ilə bağlıdır. Mars və Neptun təsiri maddi sahədə yanılmalara açıq olduğumuzu göstərir. Hesab səhvləri, yanlış qiymətləndirmələr, lazımsız risklər və ya onsuz da olar deyə atılan addımlar sizi çətin vəziyyətə sala bilər. Xüsusilə investisiya edirsinizsə, maliyyə sahəsində işləyirsinizsə və ya pul dövriyyəsi olan bir prosesdəsinizsə, çox diqqətli olmalısınız. Bu həftə eşitdiyin hər fürsətə deyil, təsdiqlədiyin məlumata güvən. Çünki sürətli qazanc vəd edən şeylər sonradan məyusluq yarada bilər. Digər tərəfdən Merkürün pul sahənizə keçməsi ilə maddi mövzular daha çox gündəminizə daxil olur. Gəlir-xərc balansını qurmaq, büdcə planlamaq və maliyyə qərarları vermək üçün daha çox düşünməli olduğunuz bir dövrdəsiniz. Amma bu qərarları tələsik deyil, planlı və hesablı şəkildə verməlisiniz. Bu nöqtədə Qoç yeni ayı sizin üçün mühüm bir dönüş nöqtəsidir. Bu yeni ay qazanc, öz dəyəriniz və sahib olduqlarınız sahəsində yeni başlanğıclar gətirir. Yeni gəlir mənbəyi əldə etmək, işinizi böyütmək və ya maddi baxımdan özünüzü daha güclü hiss etmək üçün fürsətlər əldə edə bilərsiniz. Amma bu fürsətlərin böyüməsi sizin öz dəyərinizi nə qədər bildiyinizlə birbaşa bağlıdır. Əgər özünüzü kiçik görsəniz, bu enerji bloklanar. Amma mən bunu haqq edirəm deyərək irəliləsəniz, qazanc qapıları açılar. İş həyatında isə detallara xüsusi diqqət yetirməli olduğunuz bir həftədir. Kiçik səhvlər böyük nəticələrə səbəb ola bilər. Səbirli, diqqətli və planlı hərəkət etsəniz, bu prosesi öz xeyrinizə çevirə bilərsiniz. Yaradıcılığınız isə ən böyük gücünüz olacaq. Çətin görünən vəziyyətlərə fərqli həllər tapa bilərsiniz. Həftə ortası xüsusilə müqavilələr, iş birlikləri və layihələr baxımından dəstəkləyici təsirlər daşıyır. Uzun zamandır düşündüyünüz bir fikir və ya ortaq iş bu həftə konkret formaya düşə bilər. Amma burada da intuisiya ilə yanaşı, məntiqdən istifadə etmək çox vacibdir. Venera ilə Yupiter arasındakı uyğun təsir isə həm ünsiyyət, həm də şəxsi həyatınızda sizi dəstəkləyir. Yaxın çevrənizdən, qardaşlarınızdan və ya dostlarınızdan gözəl dəstək ala bilərsiniz. Eyni zamanda yeni insanlarla tanış olmaq, bir təklif almaq və ya emosional yaxınlaşma yaşamaq da mümkündür. Münasibəti olan balıqlar üçün partnyorun sosial çevrəsi ilə tanış olmaq və ya birlikdə yeni mühitlərə daxil olmaq xoş təcrübə ola bilər. Subay balıqlar üçün isə sevgi qapını döyə bilər. Amma unutmayın, bu həftə maliyyə mövzularında olduğu qədər emosional mövzularda da ayaqlarınızı yerə möhkəm basmalısınız. Ev və şəxsi həyat sahəsində isə vacib bir mesaj var. Hər şeyi tək başına daşımaq məcburiyyətində deyilsiniz. Daim başqaları üçün məsuliyyət almaq sizi yormuş ola bilər. Biraz geri çəkilmək, dincəlmək və özünüzə zaman ayırmaq bu həftə sizə çox yaxşı təsir edəcək. Sağlamlıq baxımından isə baş nahiyəsi, diş həssaslığı və ya stresə bağlı fiziki əlamətlər hiss edə bilərsiniz. Həftə sonuna doğru istirahətə xüsusilə diqqət yetirin. Ruhsal olaraq isə intuisiya gücünüz çox yüksəkdir. Yuxularınız, hissləriniz və daxili səsiniz sizə mühüm mesajlar verə bilər. Bunlara diqqət yetirmək doğru qərarlar verməyinizə kömək edəcək. Ümumilikdə əziz balıqlar, bu həftə sizin üçün duyğu ilə reallıq arasında balans qurma həftəsidir. Və həftənin ən vacib mesajı, öz dəyərini bilən həyatını idarə edir.